Sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və sonra xatırladıram ki, biz Allahın rəhməti ilə, lütfü ilə mübarək bir münasibət üçün yığışmışıq. Və bu münasibət Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsindən bir sünnətdir. Yəni mücərrəd yığıncaq deyil. Qardaşlarımızdan birinin əqidi, kəsdiyi qurbanı qardaşları üçün ziyafət edib. Allah da ona bərəkət versin. Və bu yığıncaq Allaha şükrümüzü ifadə etmək üçün bir fürsətdir. O neymətlər ki, hansı ki Allah Taala verib bizə, o neymətlərlə yaşayırıq, həyatımızı sürürük, Peyğəmbərimizin sünnəsinə tabe oluruq, Rəbbimizin əmrini yerinə yetiririk, qadağalarından çəkinirik. Böyük bir neymətdir. Və Allaha şükür etmək əzəmətli bir məsələdir. Müsəlman əgər Rəbbinə şükür edə bilirsə, ifadə edə bilirsə, onun verdiyi neymətlərə görə şükrü, hər bir neymətinə görə, xüsusən də zürriyyətinə görə bu itayətdir Allah Taalaya. Peyğəmbərin sünnəsinə tabeçilikdir. Ona görə şükrün növlərinə baxsan, görərsən ki, şükür etməyin növü çoxdur. Lakin hamısının başında nə gəlir? Necə edəsən ki, düzgün olsun. Və düzgün olmağın meyarı da Allah Taalanın necə kəlamında vurğuladığı kimi, Peyğəmbərinin sünnəsində vurğuladığı kimi olmalıdır. Və övlad da əzəmətli neymətdir. Allah Taala veribsə bizə, bilməliyik ki, o neymət böyük bir neymətdir, böyük bir lütfdir Allah Taaladan. İstədiyinə oğlan uşağı verir, istədiyinə qız uşağı verir, istədiyini məhrum eləyir. Ona görə də o övlad hansı ki verilib sənə, onun məsuliyyətini daşımalısan. Ki, qiyamət günü soruşulacaqsan. Ona görə ilk anından tərbiyəsi ilə məşğul olmalısan. Və övladın tərbiyəsi ilə bağlı məsələlərə baxanda görürsən ki, o məsələlər hansı ki uşaq üçün vurğulanıb Allahın kitabında, Peyğəmbərinin sünnəsində əslində böyük üçün də aiddir. Böyük insan da ondan fayda çıxarır. Ən birinci bilməlisən ki, övladların qəlbində, eləcə də istər ki, böyüklər də, onların qəlbində Allah və elçinin sevgisinin toxumunu əkməlisən. Hələ boya başa çatdığı ilk mərhələdən olsa belə. Ona görə övladların tərbiyəsinə baxsaq, ən əzəmətli nədir tərbiyəsində? Tohid. Onların qəlbində xalis tohid toxumunu əkməlisən ki, ömrü boyu fayda versin ona. Çünki İslamın əhkamları hansı ki, o 5 əhkam, İslam onun üzərində qurulub, görürsən ki, əsli kökü nədir? Tohiddir, Allah Taalanın tohididir. O tohid ki, Allah Taala əmr edib sənə ki, ona ibadət edirsən yalnız. Ondan qeyrisinə yox. Ona görə həris olmalısan, öyrədəsən övladlara ki, xalik kimdir, ruzi verən kimdir, öldürən kimdir, dirildən kimdir, ibadətə layiq olan kimdir. Bilirsən ki, Allahdan qeyri nə ibadət olunursa, hamısı batildir, xurafatdır. Bunu öyrətsən ona, başa düşəcək ki, həyatı ibadətdir. Əslində, həyat ibadətdir. Öyrətməlisən ona ki, həyat ibadətdən ibadətdir. Hər bir əməl hansı ki, Rəbbivi razı salır, o əməli etməlidir. Hər bir əməl hansı ki, Rəbbivi qəzəbləndirir, o əməldən uzaq olmalıdır. Və ibadət heç də təkcə namaz deyil, təkcə oruc deyil, əksinə bütün xeyr əməlləri əhatə edir, bütün itaətləri əhatə edir. Allaha insanı Rəbbinə nə yaxınlaşdırır, hamısını əhatə edir. Öyrətməlisən ona Quranı, başa salmalısan ki, Quran Allahın kəlamıdır, rəflərə qoyulmaq üçün deyil və əskiyə bükülüb saxlamaq üçün deyil. Hədəf nədir bu? Kitabın nazil olmasında insanlara hidayət göstərməkdir, onları zülmətdən nura çıxarmaqdır. Hər bir müsəlman üçün bu kitab həyat yoludur. Həris olmalısan, öyrədəsən övladlarına da, özün də öyrənməlisən Allahın kitabını. Kiçikliyindən həvəsləndirməlisən onları ki, əzbərləsinlər bu kitabı, başa düşsünlər mənalarını, onda olanlara əməl eləsinlər. Çünki bu kitab hidayətə yönəldir, ən doğru olana yönəldir. Necə ki, Allah Taala vurğulayıb öz kəlamında ki, möminlər üçün bir müjdədir və ən möhkəm doğru yola yönəldəndir. Öyrədəsən Peyğəmbərlərinin sünnəsini, hədislərini ki, Peyğəmbərin sünnəsi Quranın əməli şərhidir. Əməli şərhdir Qurana, sünnənə əməl etmək. Bu ilə onların qəlbinə Peyğəmbərin yolunu tutmağın sevgisini salırsan. Kiçiyinə də, böyüyünə də və həmçinin öyrətməlisən onlara İslam əxlaqını, İslamın dəyərlərini, eləcə də mənəvi dəyərləri. Ən əzəmətli tərbiyə övladlar üçün əxlaqdır. İslamın əxlaqı, o əxlaqlar ki, ən fəzilətli əxlaqlardır. Peyğəmbər s.ə.v nə dedi ki, mən gözəl əxlaqları tamamlamaq üçün göndərildim. O əxlaqlar ki, cəmiyyət üçün, toplum üçün önəmli bir şeydir. Sadiqlik, əmanət, həya, ədalət, yaxşılıq. Bu əxlaqları əgər öyrədəcəksənsə övladlarına, onların qəlbinə xeyirdən başqa heç nə salmayacaqsan. Əksinə, Allah Taala da sevəcək onları, insanlar arasında da sevimli olacaqlar. İnsanlar da sevəcəklər. Çünki insanlar gözəl əxlaqlı insanı sevir. Yəni heç kim pis əxlaqlı birini sevmir. Öyrədəsən onlara səbirli olmağın mühümliyini, həlim olmağı, qəzəblənməməyi həmən, əksinə qəzəbi boğmağı, başqaları ilə müamiləni necə etmək lazımdırsa onu. Ona görə gözəl əxlaq qulu Rəbbinə yaxınlaşdırır, məkanını, mərtəbəsini yüksəldir, eləcə də insanlar arasında da yüksəldirsən. Həm dünyada, həm axirətdə yüksək məqam əldə edirsən. Öyrətməlisən onlara namazı, hansı ki dinin dirəyidir, hər bir salih əməlin əsasıdır.
öyrədirsən onlara namazı sevməyi, ta kiçik yaşlarından. Ta kiçik yaşlarından öyrədirsən ki, bu namaz hansı ki Allah Teala əmr edib bizə qılaq, ən birinci qiyamət günü hesaba çəkiləcəyimiz əməl o olacaq. Ondan nicat tapsan, böyük bir zəfərə çatacaqsan. O varsa, digər əməllərə baxılacaq. O yoxsa, digər əməllərə baxmayacaq. O düzdürsə, digər əməllərin də düz olacaq. O fəsaddırsa, digər əməllərin də fəsad olacaq. Ona görə nümunə olasan bu ibadətdə, o namazı qorumaqda, vaxtında qılmaqda, onları namaza qaldırmaqda, həvəsləndirməyə ki, nizamlı şəkildə qılsınlar. Çünki kiçik yaşında bunun üzərində böyüyən uşaq, namazı sevən uşaq böyüdükdə o namaz ona çətin gəlmir yerinə yetirmək. Həmçinin övladların qəlbinə vətən sevgisini əkəsən. O toxumu əkəsən ki, övladlar uşaqlıqdan bilsinlər vətən nədir, yaşadığı yer, diyar, nə əhəmiyyət daşıyır, nə önəm daşıyır. Çünki İslam dini, baxsaq əhkamlara, görəsən ki, sələfi tərbiyəsi hansı ki, gəlib Quran və sünnədə, o heç vaxt vətən sevgisinə zid bir şey deyil. Allah sevgisi, Peyğəmbər sevgisi vətən sevgisinə zid gəlmir. Əksinə ondan bir parçadır görürsən. Ondan bir hissədir. Və əhəmiyyətini də oxuyanda Allahın kəlamında gələn ayələri, Peyğəmbərinin sünnəsində gələn hədisləri dərk edirsən. Görürsən ki, məskən, vətən anlayışı bu dinin əsaslarında gəlib. Bu dinin özəyində var. Əksinə Allah Teala fitrə edib. Onu insanların qəlbində görürsən ki, uzaq düşən insan vətənin ağrı hiss edir. Vətəninə gələ bilmədiyi üçün və ya hətta bilərəkdən tərk edən vətəni harda olursa olsun, vətəni haqqında görürsən kimsə ağır danışanda pisinə gəlir. Özü bəzən onu gizlətsə də, izhar eləməsə də. Ona görə övladların nəfsində, qəlbində ona kök salsan, başa salsan vasitələrlə, hansı ki şəriətimizdə gəlib, anlayacaq nədir mənası, nədir önəmi. Başa salsan ki, dost düşmən nədir İslamda, Peyğəmbərə sevgi, Allaha sevgi, vətəndə yaşayan insanlara qarşı sevgi, müsəlmanlara qarşı sevgi nədir biləcək. Və başa salsan ki, vətənin sənə verdiyi üstünlüklər, əlverişli şərait nədir, əminamanlıq nədir, sabitlik nədir, əlverişli fürsət hansı ki, istifadə edirsən ondan nədir, öyrətən də vətənin tarixini, yaşadığın yerin tarixini ona başa düşəcək ki, qorumaq lazımdır onu. Ona görə də gözəl örnəklə tərbiyə verirsən ki, səhabələrin həyatından, təbiinlərin həyatından necə onlar örnək idilər öz vətənlərinin müdafiəsində, onu sevmələrində, həmçinin məsuliyyət başa salasan, deyəsən ki, başa salasan ki, məsuliyyət nədir? Bu vətənin inkişafında, dikilməsində, böyüməsində, genişlənməsində bunlar hamısı kömək edir. Övlad ta uşaq yaşından dərk etsin bu məsuliyyəti. Başa düşsün nədir bu məsuliyyət? Abdullah ibn Məsud nə deyir? Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkədən çıxanda o vaxt ki Qureyş onu çıxartdı, çöndü dedi ki, "Mən ətiyabaka min bəladin və habbaka ilayhi." Sən nə gözəl şəhərsən, mənə ən sevimli olansan. Ləulan qavmi əxracuni minkə mə səkantu ghayr. Əgər qövmüm məni səndən çıxarmasaydı heç yerdə yaşamazdım. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisindən göstərir ki, Peyğəmbər sevirdi Məkkəni. İstəmirdi oradan çıxmaq. Çünki fitri idi. O sevgi Allah Təala onun qəlbinə salmışdı. Və Peyğəmbər sallallahu əleyhi və səlləmin o fitri sevgisi zid gəlmirdi şəriətdə gələn əmrlərə, əhkamlara, qadağalara. Ona görə nə qədər çox səhabələrin həyatından örnək gətirmək olar. Onların başına gələn hadisələrdən ki, öz məskənlərindən didərgin düşdükləri üçün, hicrət etdikləri üçün nə əziyyət çəkirdilər. Ona görə Mədinədə otururdular, darıxırdılar Məkkə üçün. Arzulayırdılar qayıtmağı, lakin qayıda bilmirdilər. Lakin sonradan onlara yeni məskən kimi, vətən kimi verilmiş Mədinəni də nə edirdilər? Qoruyurdular, başlı başına buraxmırdılar, demirdilər, düşmənlər gəlir, qoy dağıtsın, yox, əksinə müdafiə edirdilər. Ona görə alimlər vətən haqqında danışanda deyirdilər ki, bu əhkam masalihul mursələ fəslindəndir. Yəni o məsləhətlərdəndir ki, şəriət buraxıb onu. Yəni nə qadağan edib, nə də ki əmr etməyib. Amma ki məsləhətə bağlayıb. Məsləhətə bağlayıb. Ona görə dəlillər hansı ki alimlər gətirdilər ki, o məsləhətlər hansı ki qoyulub bu məsələdə hamısı şəriətin məqsədlərini daşıyır özündə. Şəriətin məqsədlərindən kənara çıxmır. Onu qorumaq kimi, əmin-amanlığını saxlamaq kimi, sabitliyini qorumaq kimi, ona görə əməl etmək kimi. Bunlar hamısı nədir? Məsləhətlərdir hansı ki dinimiz qadağan etmir, əksinə bəzən rəğbətləndirir də. Ona görə salih övlad bu məsuliyyəti dərk eləsə xeyir içərisində olacaq. Düzgün tərbiyə ilə böyüyəcək, cəmiyyət üçün faydalı bir insan olacaq. Həmçinin övlada başa salmaq ki, oturub duranda salihlərlə oturub dursun. Hər kəslə oturub durmasın, haqq əhli ilə oturub dursun. O insanlarla oturub dursun ki, o insanlar ona dinində fayda verəcək, dünyasında fayda verəcək. Kişi dostunun dinindədir, necə Peyğəmbər sallallahu əleyhi və səlləm vurğulayıb. Bax sizdən biri baxsın kimlə dostluq edir. Ona görə dost nədir? Çəkəndir. Ya sən onu çəkəcəksən, ya o səni. Sözsüz ki, salihlərlə oturub dursa salih olacaq. Yox, fasiqlərlə oturub dursa, fəsad əhli ilə oturub dursa, onunla gözəl müamilə, gözəl əxlaq gözləmə. Ona görə o dostla oturub durmağını arzula ki və istə ki, o dostlar onu ilə oturub duranda ona Allahı xatırladacaq, ona itaətdə kömək olacaq, onu pis yoldaşlardan əksinə uzaq edəcək və həmçinin də çəkindirməlisən. Çəkindirməlisən dində yeniliklərdən, çəkindirməlisən xurafatdan, bidətdən, öyrətməlisən ki, din kamildir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm vəfat etdiyində artıq dini kamil eləmişdi, təbliğatını bitirmişdi. Məkkədə həcdə ayə nazil olanda ona Məidə surəsinin ayəsi ki, din kamil oldu bugün artıq. Peyğəmbər sallallahu əleyhi və səlləm ondan sonra 18 ay yaşayıb. O ərəfədə nə bir əhkam, nə bir qadağa, nə bir əmr nazil olmuyor.
Göstərir ki, Peyğəmbər sallallahu dini kamil eləmişdir. Ona görə deyirdi ki, kim bizim işimizə ona aid olmayan neysə əlavə etsə o rədd olunur. Yəni qəbul olunmaz. Bunun yanında sən onun qəlbinə sünnənin sevgisini salırsan. Ki sünnənin sevgisi onun qəlbində olsun. Sünnəyə nə müxalif söz varsa, nə əməl varsa ondan uzaq olsun. Və İslamı dəyərləri öyrədirsən. Sədaqət kimi, əmanət kimi, ədalət kimi rəğbətləndirirsən, həvəsləndirirsən ki, elm tələb etsin. Dini elm, həmçinin dünyavi elm hansı ki fayda verəcək ona. Və ən böyük tərbiyə və ən böyük uğur tərbiyədə nədir? Dua edəsən. Allahdan istəyəsən onun övladının düzgün, doğru tərbiyə üzərində olmasını, salih olmasını. Çünki dua müminin silahıdır. Ən əzəmətli vasitədir Allah Taala'dan köməyin gəlməsi üçün. Övladların tərbiyəsinin düzgün olması üçün. Və Allah Taala bəs edir ki, deyib ki, dua edin, mən sizin dualarınızı qəbul edim. Ona görə dualarınızda daim istəyin Allahdan, övladlarınız üçün islah istəyin. İstəyin xeyrə müvəffəq olsunlar. İstəyin sizin gözünüzün sevinci olsunlar. Dünyada da, ahirətdə də sizi xoşbəxt edən, xoşbəxtçilik səbəbi olsunlar. Və duanın mühümliyini unutma heç vaxt. Əksinə, daima özün də dua et və onları da rəğbətləndir, dua etsinlər. Çətinə düşdükdə Allaha yönəlsinlər, günah etdikdə istiğfar etsinlər, tövbə etsinlər. Çünki dua hər bir xeyrin açarıdır. Hər bir xeyrin açarıdır. Günahların silinməsidir, dərəcələrin qaldırılmasıdır. Onları istiğfarı öyrət. Kiçik yaşlarından hətta böyüyəndə dərk etsinlər ki, Allah Taala'nın nəzarətindədir. Hər bir işləri Allahın nəzarətindən kənar qalmırlar. Başa düşsünlər ki, kömək gələndə Allahdan gəlir. Allah onlarla da əgər əllərini açıb Allaha yalvarsalar, ondan diləsələr. Bunlar bəzi xatırlamalar idi. Həm övladlarımız üçün, həm özümüz üçün. Allah Taala bizə eşitli faydalardan etsin, övladlarımızı salih etsin, ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun, əmin-amanlığını, sabitliyini, davamiyyətli etsin. Biz də eşitli faydalardan etsin.